Hoş gördük, hörmətli izləyicilərimiz, bir daha sizləri Masazır qəsəbəsinin elit yaşayış komplekslərindən birində, onun arxa hissəsində bu cür bax qəşəng 15 sotda bağlı bağatlı 3 mərtəbə qəşəng şəxsi tikili villanı təqdim edirəm sizlərə. Villamız, evimiz həm bağ ev üçün, həm yaşam üçün əlverişlidir, hörmətli izləyicilərimiz. 15 sot torpaq sahəsindədir. Deməli, evin zabor hissəsi içində olan ev qarışıq 9 sot, əlavə isə 5 sot. Bax, burada bağ hissəsi var. Görürsünüz, qəşəng mütəmadi qulluq olunur. Evimiz yaşayışlı bir evdir. Gözəl ərazilərdən birində yerləşir. Sənədləri qaydasında olan xüsusi mülkiyyət, yaşayış məntəqələri, fərdi yaşayış kateqoriyalı çıxarışı olan bir, kupçası olan bir həyət evimiz, bağ evi şəxsi istifadə üçün nəzərdə tutulub tikilib və yaşayış var. 3 mərtəbə, 7 otaq, gözəl, təmirli villamız. Bu bağ hissəsi, hörmətli izləyicilərimiz, görürsünüz, bax, buradan da girişi var, həyətin darvazası da var, belə qəşəng qulluq olunan, görürsünüz, burada meyvə tərəvəzlər də əkilib, qulluq olunur hər gün. Bax, burada görürsünüz, göyərtə, gül, çiçək, meyvə ağaçları, dekorativ ağaçlar, hər bir şey var. Mərkəzi kanalizasiya, qazı, işığı, suyu, sayğacları var və interneti mövcuddur. İndi isə həyət daxilinə keçək. Evin daxili həyət hissəsinə keçdik, hörmətli izləyicilərimiz. Bu, zaborun içində olan ev qarışıq 9 sot. Bax, buradan zaboru var, darvazası var, görürsünüz. Qəşəng güllü, çiçəkli həyət. Bax, evimizin də görünüşü budur. Həyətində yay mətbəxi var. Görürsünüz, burada əlüzyanı var, metlaqla döşənmiş həyəti var, həyətində hovuz hissəsi var. Videonun daxilində göstərəcəm sizlərə. Burada yay mətbəximiz mövcuddur. Burada görürsünüz, evin arxa və yan hissələrinə keçirsən, burada sanitar qovşaq mövcuddur. Elə buradan keçək. Standartlara, memarlıq standartlarına uyğun şəkildə inşa olunub. Evin görürsünüz, arxa hissəsi də rənglidir, boya vurulub və pəncərə və qapı qıraqları, evin künt hissələri ağlay daşla inşa olunub və pəncərələr hamısı dəmir barmaqlarla əhatə olunub. Bu isə evimizin arxa həyət hissəsi. Bağlı, bağatlı, qəşəng, maşın girən həyət. Görürsünüz necə qulluq olunan bağ, bağat, gözəl meyvə ağacları, əkin, biçin, göyərtə əkilib, hər bir şey var. Meyvə tərəvəz burada əkilib. Bura zaborun içi 9 sotdadır. Burada qəşəng hovuzu da var. Dərinliyi 1.80, uzunluq 9 metrə yaxın və belə konusvari olan motor sistemi var, su tənzimləmə, təmizləmə sistemi bax mövcuddur burada. Zaborludur, heç bir qonşu görmür həyətini. Evini də görürsünüz, üzü, bağı, bağatı. Evimiz də çox gözəl evdir, hörmətli izləyicilərimiz. Qiymət 320 min manatdan 280 min manata endirim olunub. Yenə də real müştərilərə endirim olunacaq ki, satılsın evimiz. Həyətini bu hissədən də göstərim sizlərə. Bax, görürsünüz, necə gözəl bağlı, bağatlı həyət evimiz. Evin üzü qəşəng ağlaydaşlı üzləmə, təbii ağlaydaşlı, isti ağlaydaşlayır. Bu da evimizin bax, giriş hissəsi. Bax, bu cür. İndi isə evin daxili hissəsinə keçim, göstərim sizlərə. Evin daxili hissəsinə keçdik, hörmətli izləyicilərimiz. Görürsünüz necə gözəl təmirə malik şəxsi evimiz. Evimiz 12-12-yə tikilən bir evdir. Pilləkənəm 3 mərtəbə, 3-ü də monolit beton, 6 otaq, 7, 6, 5 yataq otağı, 1 zal, 1 mətbəx, 3 sanitar qovşaq və 1 ədəd mansard yerləşir. Evimizin giriş hissəsi, salona keçək. Bax, bu salon hissəmiz, qapılarımız çox bahalı qapıdır. Evin bax, salon hissəsi. Qiymət 280 min manat. Real müştərilərə yenə də endirim olunacaq. Salon necə? Geniş salon, görürsünüz. Döşəmə, ümumiyyətlə evin döşəməsi parket. Super tikili. 4 tərəf 4'ü də şəxsi tikili olduğu üçün qoşadaşla inşa olunub. Bu evimizin salon hissəsi, oturma salonu və yaxud da yemək salonu. Görürsünüz necə dizayn verilib ki, heç nəyə mane olmur. Mətbəx hissəyə keçirik. Koridorumuz, holumuz zaten böyük holdur. Bu da evimizin membran
modelindən yığılan mətbəx mebelimiz. Evin isti sistemi kombi. Bax, bu da evin mətbəxi. Gözəl şəkildə. Bir daha belə də göstərim sizlərə. Çox gözəl mətbəx. Aşağıda sanitar qovşaq və hamam otağı ayrı-ayrılıqdadır. Bu evin sanitar qovşaq hissəsi hündürlük 2.80-2.90. Bu isə evimizin hamam otağı. Böyükdür, hardasa 2-nin 3-ə 6 kvadrat hamamımızın daxili sahəsi var, yaşayışlı bir ev. Bu da birinci mərtəbədə olan yataq otağımız. Buranın ev sahibi istirahət otağı kimi nəzərdə tutub. Bax, bu cür qəşəng, bahalı asma tavan, lüstrlar, döşəmə, parket. İndi isə ikinci mərtəbəyə qalxırıq. İkinci mərtəbənin pilləkanı görürsünüz. Monolit beton və fıstıq ağacı rənglənmiş, fıstıq ağacından əldə olunmuş pilləkan. Çox gözəl təmirə malik evimiz. 4 ədəd yataq otağı yerləşir burada. Bu bir yataq otağımız, hörmətli izləyicilərimiz. Geniş, səliqəli, divar kağızlarında, hətta evdə belə pozuntal yoxdur. Təmirə belə ehtiyac yoxdur. Təmir olunmadan da yaşanılacaq bu evdə. Mansard bircə təmirsizdir, onu da alan özü xırda-xırda edər. Bahalı divar kağızları. Bu da evimizin 4-cü yataq otağı. Buradan balkona çıxışımız da var. Kondisioner evdə 3-4 ədəd kondisioner mövcuddur. Bu da evimizin digər bir yataq otağı. Üzr istəyirəm, evimizdə 6 yataq otağı mövcuddur. Hörmətli izləyicilərimiz, 6 yataq otağı, bir mansard, bir salon, bir mətbəx, 3 sanitar qovşaq. Bu isə evimizin digər bir yataq otağı. Bura istirahət otağı kimi nəzərdə tutulub. Bura isə ikinci mərtəbədə olan sanitar qovşaq hissəmiz. Mansard hissəmizdəki təmirsizdir, hörmətli izləyicilərimiz. Qapısı bağlıdır. Sadəcə abşifka işləri qalıbdır. Bu da evimizin mansard hissəsi hündürdür, mərtəbə boyundadır. Döşəmə, abşifka işləri qalıb, hörmətli izləyicilərimiz. Görürsünüz, çardağa belə şverin altından, çardağın altından pərdə vurulub. Çox genişdir. Bu tərəfə də açılır, hörmətli izləyicilərimiz. Çox geniş. Sadəcə bura təmirsizdir. Buranı da yavaş-yavaş təmir eləmək olar. 15 sotun içində əla bir yerdə, quru bir yerdə sənətli, qanunu çıxarışı sənəti olan fərdi yaşayış kateqoriyalı çıxarışı var. 15 sotda 9 sot zabor ev içində, 6 sot isə bax hissəmiz var. Qiymət 280.000 manat, 320.000 manatdan düşüb endirim olunub. Real müştərilərə qiymətdə endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.